Salam dəyərli dostlar, xoş gördük sizləri. Mən sizin Azərbaycan dili ədəbiyyat müəlliminiz Elton Abuşov. Bu günlərim sizə çərçivə proqramına yeni əlavə olunmuş İlyas nağılı haqqında məlumat verəcəm. Zaman zaman YouTube kanalında çərçivə proqramına yeni əlavə olunmuş əsərləri izahını çəkirik, sizin üçün paylaşırıq. Daha tez xəbər almaq istəyirsinizsə bu videolardan kanala abunə olub, rəy bildirib və videonu paylaşmağı unutmayın. Əvvəlcə o əsərin oxunuşunu həyata keçirəcək, sonra onun təhlili ilə bağlı bəzi incə məqamları, bəzi incə detalları sizin nəzərinizə çatdıracaq. Deməli, badi giriftar. Əvvəlcə bu müraciətə baxaq. Badi giriftar, hamam içində, xəlbir saman içində, dəvə dəlləkli yeylər köhnə hamam içində. Qarışqa şıllaq atdı, dəvənin budu batdı, hamamçının tası yox, baltaçının baltası yox. Orada bir tazı gördüm, onu da xaltası yox. Deməli, əsər pişrov deyilən hissi ilə başlayır ki, pişrovlar biz bilirik ki, nağılların əvvəlində verilən, bu 50-ci xarakteri daşıyan bir hissədir. Nağılın məzmunu ilə onun xüsusi bir əlaqəsi yoxdur. Burada badi giriftar ifadəsi Azərbaycan dilində xüsusilə də nağılların başlanğıcında istifadə olunan, xüsusi bir mənası olmayan, ritmik və səsləmə xarakterli bir ifadədir. Yəni, xüsusi bir anlamı yoxdur bu ifadənin. Bu ifadə nağıllar başlayarkən, ümumiyyətlə, pişrovlar nağıllar başlayarkən dinləyicinin diqqətini cəlb etmək, belə deyək, nağılın fantastik dünyasına giriş yaratmaq üçün deyilən ifadələrdir. Bu badi giriftar ifadəsində, giriftar sözünü ayrıca götürsək, yəni farscadan tutulmuş, yaxalanmış, düçar olmuş mənasını ifadə edir. Lakin nağıllarda bu badi giriftar birləşməsinin məzmunu yox, səslənməsi əsas olacaqdır. Deməli, bizə aydın oldu ki, İlyasın nağılı pişrov deyilən o nəzm hissəsi ilə başlayır. Həmin o pişrovun da nağılın məzmunu ilə hər hansı bir əlaqəsi yoxdur. Sadəcə səslənmə xarakteri daşıyır, diqqət cəlb etmək məqsədi ilə ifadə olunur. Pişrovdan sonra nağılların ənənəvi girişi olur. Biri var idi, biri yox idi. Allahdan başqa heç kim yox idi. Deməli, həm pişrovdan, həm də ənənəvi girişdən istifadə olunub İlyasın nağılında. Daha sonra əsərin məzmununa keçirik, yəni ekspozisiya hissəsinə keçirik. Keçmiş zamanlarda bu tarixçinin İlyas adlı bir qulu var idi. Burada İlyasın, yəni əsərin nağılın adı İlyasla əlaqəlidir. Bu nağılın adını daşıyan İlyasın əsərin əvvəlində qul olduğunun şahidi oluruq. Tacir İlyasa öz oğlu kimi istəyirdi, İlyas da taciri öz dədəsi kimi istəyirdi. Deməli, tacirlə İlyas bir-birlərinə ata-oğul kimi çox istəyirdilər. Yəni, tacir İlyasa oğlu kimi yanaşır, İlyas da atasına